Gülnar xanım, xoş gəlmisiniz bizim Xoş gördük. efirimizə. Sizin Bolt Akselerator proqramı çərçivəsində layihəniz təqdim olunmuşdu və bu layihə Bolt proqramında Boltun seçimlərində ikinci yerə layiq görüldü. Layihə haqqında ümumi məlumat verərsiniz əvvəlcə zəhmət olmasa. Çöldəki daim deyəndə istər vətəndaşlar, istərsə də investorlar nə düşünməlidir, nə başa düşməlidir? Öncəliklə dəvət etdiyiniz üçün təşəkkür edirəm. Bəli, dekabr ayının 19-da layihəm təqdim olundu və ikinci yerə layiq görüldüm. Mən düşünürəm ki, çöldəki daim dediklərində hər kəsin və dünyanı gəzdirəcək bir nəqliyyat vasitəsi düşünməlidirlər. Bir sürücü düşünməlidirlər ki, dünya dediyimdə burada uşaqlar nəzərdə tuturam əslində mən. Çünki uşaqlar bizim dünyamızdır, gələcəyimizdir və biz də bu layihə ilə dünyamızı daha güvənli şəkildə A nöqtəsindən B nöqtəsinə çatdırmağı düşünürük. Bu əslində məndə belə başladı ki, bu layihəni düşünmək, valideynlərin probleminə toxunmaq istədim. Çünki özüm də bir xanımam. Valideyn olmasam da, yəni ətrafımda, yaxınlarımda valideyn olan xanımlar, ailələr var və düşündüm ki, bu layihə insanlara, yəni hər kəsə toxunacaq bir layihədir. İstər iş açısından, istər problemlərin həlli açısından, yəni hər bir ailəyə, hər bir insana toxunacaq bir layihədir. İstər məktəbə, istər kurslara, istər gündəlik, məsələn, harasa valideyn uşağını göndərirsə, ora apara biləcəyik, istər valideynin özü ilə, istər tək şəkildə apara biləcəyik. Çünki indiki zamanda bildiyiniz kimi güvən biraz problemlidir valideynlər üçün, uşaq əmanət eləmək üçün. Bəzən taksi çağırırlar, taksi uşağı götürməyə bilir. Deyir ki, uşaqlısansa götürmürəm. Çünki bu yaxında da özüm çox böyük bir hadisə yaşadım uşaqla bağlı. Amma nə burada sürücüləri qınamıram, nə valideynləri qınamıram. Ona görə də mən düşündüm ki, biz valideynlərə daha yaxşı xidmət göstərə bilərik. Çünki sürücülərimiz sırf qadınlardan ibarət olacaq və qadınlarda analıq hissi daha çox yüksək olduğu üçün daha yaxşı başa düşürlər valideyni, uşaqlara necə qayğıya qalmaq lazımdır. Bunları daha yaxşı bildikləri üçün ona görə mən sürücü olaraq qadın kütləsini nəzərdə tutdum ki, valideynlər həm daha güvənliyi açısından kişilər dediyimizdə, qadın dediyimizdə valideynlər qadını daha üstün tutacaqlarını düşünürəm və valideynlər işdə olarkən, evdə olarkən maşınlarımızın içərisinə kamera ilə nəzarət edə biləcəklər, səslə qulaq asa biləcəklər ki, sürücü uşaqlarla nə danışır və seçəcəyim sürücülər tip kurslarına gedəcəklər, keçəcəklər. Üstəlik elə belə sıradan sürücülər olmayacaq, təhsilli sürücülər. Hətta indi mənim 2 xanım sürücüm var. Biri tibb bacısıdır, biri də ingilis dili müəlliməsidir ki, yolda gedərkən uşaqlarla hər hansı bir söhbət apara bilsinlər, uşaq üçün yol maraqlı keçsin. Hətta irəli zamanlarda maşından arxa oturacaqları monitor yerləşdirməyi düşünürük ki, monitorlardan uşaqlar oradan öyrənsinlər, ingilis dili öyrənsinlər, rus dili öyrənsinlər, hər hansı bir dil seçimləri orada qoyulsun, uşaqlar oradan məlumatlana bilsinlər. Layihə əslində çox böyük, geniş, necə deyim, kütləni əhatə eləyir. İnşallah ki, yəni uğurlu olar. Hər kəsi, dediyim kimi, hər kəsə toxunacağıq. İşə gedən valideynə də toxunacağıq. Uşağını yola salan evdə olan valideynə də toxunacağıq. Uşaqları daha güvənli şəkildə aparacağıq. Belə. Bir növ sürücü dayə, belə deyək. Bəli, sürücü dayə. Ona görə mən çöldəki dayəmi adlandırmışam ki, bəzən valideynlər evdə uşaqları üçün dayə tuturlar, baxmağa. Amma çöldə artıq nəzarət qısıtlanır. Nəzarət eləmək şansları azalır. Və bu zaman artıq biz devrəyə girəcəyik, uşaqlarına çöldə nəzarət edə biləcəyik, evdən qapıdan götürəcəyik, aparıb məktəbdə sinifinə təhvil verəcəyik. Və valideyn daha güvənli şəkildə, rahat şəkildə istər işində, istər evində, hər hansı bir yerdədirsə otura biləcək. İkinci sual belədir ki, belə bir layihənin ideyasını sizə kimsə tövsiyə elədi, yoxsa ölkədə bu istiqamətdə boşluğun olmasını gördünüz və hərəkətə keçdiniz? Mən 2 ildir taksi sürücüsüyəm Boltda. Mən problemin nə olduğunu əslində başa düşmüşəm ki, problem nədir? Çünki mən özüm də hal-hazırda uşaq aparıb gətirirəm məktəbə. Və bir-iki valideyn var ki, məsələn, onların övladlarını aparıram, gətirirəm və görürəm ki, maşınıma oturan valideynlərlə də indi danışırıq da, çünki onlara qadın sürücü, qadın taksi maraqlıdır. İstər kişi müştəri olsun, istər xanım müştəri olsun, onlar üçün mən maraqlıyam. Müəyyən suallar verirlər, danışıqlar əsasında mən də suallar verirəm və görürəm ki, onlar üçün bu məsələ böyük problemdir. Taksi məsələsi böyük problemdir.
İstər xanımlar məsələn bəzən gecə harasa gedirlər, o qədər sevdirlər ki, qadın sürücü gəldiyinə ki, biz özümüzü rahat hiss edirik, qorxmuruq. Gecədir deyə qorxmuruq. Bütün məsələn yol boyu telefonla danışmaq məcburiyyətində qalmırıq. Və mən burada əslində problemin xanımların da olduğunu gördüm ki, yəni xanımların daha çox taksi problemi var. Və xanımlardan da əlavə valideynlərin daha çox maşın problemi var ki, işə gedir, yol üstü aparır, uşağını məktəbə qoyur, sonra işə gedir. Ya evdən tez çıxmaq məcburiyyətində qalır, biraz ödənişini artıq ödəyir, büdcəsinə də ziyan verir. Problem düşündüm ki, budur və bunun üstünə getməyə başladım. Araşdırdıqca gördüm ki, yox, doğrudan da bu layihə artıq böyüməlidir və yayılmalıdır deyə düşünürəm. Tələbat var. Bəli, tələbat çoxdur. Layihəni təqdim edərkən onun Bolt tərəfindən qəbul edəcəyini və ikinci yerə layiq görüləcəyinizi heç düşünmüşdünüz? Əslində mən bu mövzuda biraz iddialı idim. Yəni birinci yeri düşünürdüm. Sadəcə bəli, ölkədə təhsillə bağlı da bəzi boşluqlar olduğunu nəzərə alaraq birinci yeri təhsil layihəsinə verdilər. Bundan narazılığım yoxdur. Lakin mən dediyim kimi iddialı idim, birinci yerə düşünürdüm. Çünki dediyim kimi mən çox böyük bir mövzuya toxunmuşam. Böyük bir problemi həll etmək eşiyindəyəm. Ona görə də mən birinci yerə düşünürdüm əslində. İdeyanızın 4000-dən çox məktəbi əhatə edəcəyini nəzərə alsaq, sizcə bu qədər müştəri bazarını təmin etmək üçün kifayət qədər sürücü bazamız olacaq? Bəli, bu əslində biraz problemli nöqtədir. Hazırda o qədər qadın kütləmiz yoxdur. Amma mən belə bir şey düşünürəm ki, məsələn, biz bunu aradan qaldırmaq üçün əslində sırf qadın sürücülər deyəndə taksi sürücülərini və yaxud da sırf bu işlə məşğul olan insanları nəzərdə tutmuram. Məsələn, bir valideyndir, özü məktəbə gedir, uşağını məktəbə aparır. Girir bizim saytda qeydiyyatdan keçir və bizə təklif edir ki, mənim qonşumun uşağı da mənim uşağımla bir məktəbdə hətta və yaxud da bir sinifdə oxuyur. Biz həmən valideyni araşdırırıq, tapırıq. O valideynin də uşağını həmən uşağını məktəbə aparan valideyninə veririk. Valideyn həm öz uşağını məktəbə aparır, həm qonşunun problemini həll edir və oradan getdiyi yol ərzində qazanc əldə edir. Biz də oradan öz komissiyamızı götürürük. Yəni mən sistemi bu formada düşünürəm ki, həm bizdən özümüzün sırf bu işlə məşğul olan qadın sürücülərimiz olacaq, müəyyən valideynlərimiz olacaq. Hətta irəli zamanlarda yol üstü gedirən, məsələn, bir nəfər Qarayevdən Elmlərə işə gedir. Girir, qeydiyyatdan keçir, bir nəfər də ora işə gedir. Yol üstü artıq bunlar burada birləşdi. Xanım özü üçün daimi sürücü tapdı, o biri xanım da özü üçün daimi müştəri tapdı. Daha güvənli şəkildə yollarını getdi və getdiyi yoldan qazanc əldə elədi. Qəşəng fikirdir. Bəli, bu ideya əslində yəni tək dayə sistemindən ibarət olmayacaq. Sadəcə birinci ondan başladığımız üçün belə düşündük. Layihənizin əvvəlcə Bakı, daha sonra isə ölkə yollarında tıxacların qarşısını almaq üçün nə kimi xidmətləri olacaq? Əslində ölkə yolunda tıxac aradan qaldırması üçün belə bir mənim biraz fərqli düşüncəm var. Düşünürəm ki, şirkətlər, bütün şirkətlər, istər dövlət, istər özəl şirkətlər, xəstəxanalar fərqi yoxdur. Orada işləyən insanlar üçün servislər ayrılmalıdır. Metro çıxışlarında bəzən ucqar ərazilərdən işə gələn insanlar var, Sumqayıtdan Bakıya gələn insanlar var. Bunlar üçün şirkətlər özləri servis təklif eləməlidirlər ki, və məcburi olmalıdır bu ki, işçiyə deyir ki, ya mənim servisimdən gedəcəksən, ya da işdən azad olacaqsan. Niyə? Çünki həm bu işçiyə xeyirdir, həm büdcəsinə xeyirdir ki, bir var şəxsi maşınla çıxır, evdən tez çıxmaq məcburiyyətində ki, çünki işə gedib çatmaq üçün minimum buna 1 saat lazımdır. Amma servis çünki avtobus olduğu üçün, avtobus zolağına girəcəyi üçün daha tez gedib çatacaq və tıxac olmayacaq. Bir var, məsələn, 30 işçi 30 dənə maşınla gedir, hərəsi ayrı-ayrı. Bir də var ki, 30 işçi bir maşından avtobus zolağı ilə hərəkət edir. Həm işə daha tez çatır, həm 30 maşın aradan qalxmış olur, yolda tıxac azalmış olur. Tıxaca yəni mən bu yöndən yanaşıram. Və universitetlərin də biraz məsələn kənara çıxmaqlarını təklif eləyərdim ki, çünki tələbələr iqtisadiyyat deməkdir və gedib başqa ərazilərdə iqtisadiyyatı diriltməkləri lazımdır. Bizim layihənin isə tıxaca xeyri ancaq onda olacaq ki, valideyn özü maşınla getməyəcək, servislə gedəcək, uşağını da biz aparacağıq. Şəxsi avtomobildən istifadə şəxsi azalacaq, bəli, azalacaq. Çünki həm büdcəsinə xeyir olacaq, həm işə tez çatacaq, vaxt qazanacaq, uşağını da biz aparandan sonra lap rahat olacaq. Bolt akselerator proqramından 7000 manat qazandınız. Bəli. Bu məbləği layihə üçünmü xərclədiniz? Başqa maliyyə dəstəyi təklifləri almısınızmı? Çünki ideyanızı gerçəkləşdirmək üçün layihənizə mən baxmışdım ki, 52000 manat lazımdır. Bəli. Belə deyim ki, mən Boltdan aldığım məbləğ
belə deyim, bu layihə üçün xərclənəcək. Çünki mənim maşınların içərisi yığılacaq, GPS sistemləri yığılacaq, kameralar yığılacaq, monitorlar quraşdırılacaq, internet yayması üçün aparatlar alınacaq. Sırf bu işə xərclənəcək. Gerisi isə başqa, mən sadəcə fondlara müraciət edirəm büdcə üçün. Təkliflər hələ ki bir nəfərdən təklif almışam. Sadəcə razılaşmamışıq müəyyən şeylərdə və geri çevirmişəm. Başqa da ki, dediyim kimi fondlara müraciət edirəm hal-hazırda. Çünki mən özüm ikinci qrup əliləm və düşünürəm ki, bu açıdan dövlət mənə kömək eləmək ehtimalı daha yüksəkdir. Ona görə də hələ ki büdcə axtarışındayam. Amma büdcəm olmasa belə tam minimum şərtlərlə çalışdığım qədər iyul ayında artıq mən layihəmi başladacam. Genişlədəcəm və sentyabra tam hazır şəkildə 6 qadın sürücü 48 tələbə ilə işə başlamağı düşünürəm minimumdan. İndi irəlidə ola bilər ki, təbii ki, büdcəm olar, böyüdərəm, 48 uşaq yox, məsələn, qalxar olar 96 uşaq, 6 maşınım olmaz, olar 10 maşınım, 15 maşınım, belə. Son sualım ondan ibarətdir ki, buradan valideynlərə nə məsləhət görürsünüz uşaqlarını məktəbə aparmaq üçün? Digər tərəfdən də investorlara təklifiniz nədir? Əslində investorlara təklifim odur ki, bu layihə üçün büdcə ayırmaqlarını təbii ki onu istəyirəm, amma bu layihəyə özləri açısından da yanaşsınlar. Övladları açısından da baxsınlar ki, yəni mənim uşağım, biz sabah o investorun uşağını da apara bilərik. Yəni heç nə bəlli deyil. Sabah bizə gəlib təklif eləyə bilər ki, mənim uşağımı da aparım və yaxud da universitetə gedən bir elə işçi, yəni normal yaşayan ailələr var ki, uşağı qızı universitetdə oxuyur, güvənmir taksiyə və yaxud da özünün şəxsi sürücüsü sırf o xanım üçün, o uşaq üçün və yaxud da oğlu üçün sürücü tutur. Aylıq ona məsələn verir, tutaq ki 800 manat maaş. Amma bizim sürücülər çağırsa, aparsa, aylıq abunəlik yaratsa, biraz daha məbləğ az çıxacaq və daimi sürücü ehtiyacı olmayacaq. İnvestorlar bu açıdan da yanaşmalıdır bu işə ki, yəni özlərinin də bizdən işi keçəcək, bizdən yolu keçəcək. Öz uşaqları da daha güvənli şəkildə gedəcək, gələcək, istifadə edə biləcəklər. Öz ailələrinin içi də, çünki xanım sürücülərdir. İndiki dövrdə dediyim kimi biraz çətindir taksi məsələsi. Valideynlər isə düşünürəm ki, çox böyük problemlərini aradan qaldırmış olacaqlar. Çox böyük problem, çünki həm vaxt qazanacaqlar, büdcələrinə xeyir olacaq deyə təkrar olmasın, həm də güvən məsələsi. Çünki evdən dediyim kimi oturub uşaqlarını izləyə biləcəklər, rahat olacaqlar. GPS-lə maşın hardan getdi, hansı küçədən keçdi və yaxud da maşının içərisində nə danışıldı, hamısına qulaq asacaqlar daha rahat şəkildə. Biz güvən verəcəyik, belə deyim. Dünyalarını daşıyacaq və güvənli şəkildə.